Milli Hidrometeorologiya Xidməti bildirir ki, iyulun 19-u Bakıda və Abşeronda hava yağmursuz keçəcək, mülayim şimal-qərb küləyi əsəcək, temperatur gecə 23-26, gündüz 29-33 dərəcə isti olacaq. Naxçıvanda da sabah yağıntı ehtimalı yoxdur, havanın temperaturu 33-35 dərəcəyə qədər isti gözlənilir. Azərbaycanın əksər rayonlarında yağıntı gözlənilmir, lakin Dağətəyi və Dağlıq rayonlarda arabir yağış yağacaq, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacaq, şimşək çağacaq, dolu düşəcək. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Temperatur gecə 22-26, gündüz 33-38, dağlarda isə gecə 13-18, gündüz 23-28 dərəcəyə qədər isti ehtimalı var. Gözlənilən güclü küləklə bağlı da əhaliyə sarı xəbərdarlıq edilib. Xəbərdarlıqda deyilir: iyulun 19-20-sində Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Füzuli, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Saatlı, Şirvan, Hacıqabul, Neftçala, Saylan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Daşkəsən, Goranboy, Naftalan, Gəncədə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək. Küləyin sürəti bəzi yerlərdə saniyədə 13-20 metrə qədər güclənəcək. Nazirlik küləkli havada əhalini ehtiyatlı olmağa, təhlükəsizlik qaydalarına son dərəcə əməl etməyə çağırır. Hər hansı bir ciddi təhlükə ilə üzləşdikdə isə 112 qaynar xətlə əlaqə saxlaya bilərsiniz deyə məlumatda açıqlanıb.